Herkese selamlar. Bugün sizlerle beraber Səfəvilərlə ilə beraber dünya fəthinə başlayacağıq. Dünya fəthinə başlamışdan əvvəlcə gəlin əvvəlcə biraz buradakı puanlarımızı artıraq. Ordu bakımı bizim üçün vacibdir. Ordu bakımından ən azı bir 16-17 səviyyədə, ekonomini də biraz artırmağa çalışır. Ekonomi 9 səviyyə etdi. Nüfus artışında bir 15-16 səviyyə etdiyimizə görə ordu bakımında bir 18-ə qaldırdıq. Bunları da vacibdir artırmaq və artırdı bunları da. Artıq başlaya bilər deyə fikirləşirəm. Əvvəlcə biraz pulumuzu artıraq, sonra ölkələrin artıq fəthlərinə başlayacağıq şübhəsiz ki. Əvvəlcə təbii ki də bu oyuna başlamışlar və bizim əsas ciddi rəqibimiz olan Osmanlılardır bildiyiniz kimi. Osmanlıya qarşı biz çalışmalıyıq ki, işlərimizi yaxşılaşdıraq. Hazırda -8 dərəcəsində bir bunlarla ilişkilərimiz biraz zəifdir və bu ilişkiləri yaxşılaşdırmaya, yəni ki, bunlar arasındakı münasibətlərimizi bir xeyli yaxşılaşdırmalıyıq. Bunun üçün də Osmanlılarla bir çalışıram ki, sülhə imza atım. Onlara diplomatlar göndərirəm və Osmanlılarla mümkün qədər işlərimi yaxşı tutmağa çalışıram. Çünki Osmanlılar bizə gələcəkdə təhlükə törədə bilərlər. Hazırda -3 səviyyəsindədir ilişkilərimiz. Onları biraz daha artıraq, müsbətə çatdıraq ki, sonrasında Osmanlıya qarşı bir müharibə kimi olmasın. Osmanlıya qarşı ən sonunda bir hücum etməyə fikrim var. Yəni ki, oyun əvvəllərində Osmanlıya qarşı hücum etmək heç də bizim üçün yaxşı nəticələnməyə bilər. Bir digər bizim ilə münasibətlərimizin pis olduğu ölkədən biri də təbii ki də Məmlüklərdir. Məmlüklərlə 1513-cü ildə olan bir münasibətlərimiz heç də yaxşı deyil. Ona görə Məmlüklərə qarşı bir xeyli diqqətli olmaq lazımdır. Onlar bizə qarşı hər an hücum edə bilərlər. Artıq 1513-cü ilə gəlib çatdı və 1513-cü yanvar aylarıdır və bu aylar bizim üçün çox təhlükəli keçə bilər. İlişkilərimizi biraz yaxşılaşdıraq. Və o arada isə biz artıq başlayaq ölkələrin işğallarına yavaş-yavaş başlayaq. Əvvəlcə təbii ki də Qafqaz üzərinin heç şübhəsiz ki yollar edəcəyik, amma çalışım ki bir dəqiqə şeyə hücum etməyim də, hələ ki buraya hücum edeyim də nə. Bu ölkələri bir dənə işğallara başlayayım. Bura ordular yığım. İndi isə bu ölkəyə qarşı hücum reallaşdıraq. Əvvəlcə isə bunlara qarşı. Hələ ki bu ölkəyə qarşı mən hücumu reallaşdıra bilmirəm. İndi edirəm. Və ilk hücumumuzu artıq reallaşdırırıq. Bu ölkəyə qarşı Gürcü Kralı deyilsən bu ölkə və Gürcü Kralına qarşı hücumlarımızı artıq reallaşdırmağa başlayıram. Onları işgal edib torpaqlarımıza qatmaq əsas fikrimizdir bu dəqiqə. Görə bizdə alınacaq yoxsa yox. Böyük keçən bir müharibənin ardından hələ də ala bilməmişik. Burada çox böyük bir direniş göstərirlər bizə və bu direniş heç də xeyir əlamət deyil. Gürcülər təzyiqini artmağa davam edirlər. Biz isə onlara qarşı ən son ordularımızla beraber artıq Tbilisiyə girməyə çalışırıq. Tbilisini almağa çalışırıq. Hər yer almışıq bir dənə qalıb paytaxtdan başqa. Bir dənə paytaxt alsa əslində iş bitəcək. Bu yüzü bir oran Allah'ı. Bu heç xeyir əlamət deyil ha. Bu heç xeyir əlamət deyil çünki yəni ordu basmalıyıq. İlk savaşımızda Gürcülər bizə əslində təhlükə törətməyə başladılar. Çünki onların ərazilərini işğal edə bilməmişlər ki, plus ki onlar bizdən ərazi işğal ediblər. 2400 nəfərlik qoşunumu biz Gürcülərin üzərinə göndərməyə başlayıram. Hələ də onların ərazisini işğal etmək mümkün olmur. İndi artıq buranı işğal etdi, amma hələ də paytaxtı işğal edə bilməmişik. O paytaxt hissəni ki ala bilməmişik. Yəni paytaxt ala bilsək əslində Gürcülərin direnci də qırılmış olacaq. Eyni zamanda buradakı ölkədə hücum edəcəm. Eyni zamanda digər ölkələrdə çox qısa bir müddət ərzində artıq böyük bir ordu qüvvə ilə beraber hücumlarla keçirəm. Qonşuluğumuzda yer alan bütün dövlətləri işğal etməyə çalışıram. Əsasən Qafqaza hakim olmaq istəyirik. Qafqazın tək hakimi biz olmaq istəyirik. Bu siyasətimizi uğurlu etmək istəyib. Buradan isə Gürcüstanı tamamilə buradan sıxışdırıb çıxarmaq istəyirik ki, digər istiqamətdən artıq Gürcülərə hücumlar edək.
Görürsün, buradan artıq hücumlarımızı etdik və Gürcüstanın qalan digər torpaqları var ki, onlara da girmək lazımdır. Görək bu siyasətimiz necə olacaq. Burada da İmeret Krallığı var. İmeret Krallığına qarşı bir savaş elan edək. Hazır gəlmişkən onlara da artıq iştirak etmək lazımdır. Gördük, İmeretə də artıq girdik. İmeret bizə qarşı, görək İmeretə qarşı necə bir planla girdik. İmeretə az qalsın işgal edirdik. Amma hələ də tam olaraq işgal edilməyiblər. Təbii yenə qoşun çıxarmaq lazımdır. 2000 nəfərlik buradan qoşun çıxardım. Burada 1300 nəfərlik qoşun çıxarmış oldum. Və yenidən Gürcülərin içərilərinə doğru irəliləməyə davam edirik biz hazırda. İmeretini almağa çalışırıq, amma İmeret hələ ki təslim olmur bizə qarşı. İmeret təslim olmaq istəmir. Biz isə hücumlarımızı davam etdiririk hazırda İmeret istiqamətində. İmeretini aldıqdan sonra Gürcüstanın tamamilə olaraq işğalını bitirmək istəyirəm. 1100 nəfərlik qoşunu bura çəkdikdən sonra isə digər qoşunlarda digər istiqamətdən çəkirəm və Gürcülər artıq tamamilə qısqacalmışıq və budur artıq Gürcüstan tamamilə olaraq bizə qatılmış olur və sülh müqaviləsinə əsasən də Gürcüstanın bütün torpaqlarını alacağıq özümüzə. Digər bir sülh müqaviləsi imzalayan kimi idi, bəs bunlar torpaqlarını alırıq. Digər dövlətlər kimi idi, onların da sülhlərini qəbul edək. Və bu da Gürcüstan krallığıdır. Təbii ki də Gürcülərin krallığının da bütün torpaqlarını özümüzə qatdıq və 1513-cü ilin 22 iyulunda bütün Gürcüstanın işğalı tamamlanmış olur. Belə artıq biz Gürcüstanı tamamilə aldıq və Qafqazın böyük hissəsinə artıq sahib oldu deyə bilərik. Artıq Qafqazdakı əlaqələrimizi biraz daha gücləndirmiş vəziyyətdə hazırda biraz da daha böyüdüb Qafqaza tamamilə sahib çıxmaq istəyirik. Görə bu bizə alınacaq yoxsa yox. Qafqaz işğalımızı hələ ki burada tamamlamırıq, çünki Qafqazda 2 ölkə daha var. Onlara indi hücumlar edəcəyik. Qoşunlarımızı hazırda digər istiqamətlərə doğru çəkməyə başlayacağam. Burada indi bunların assimilyasiyasını etmək lazımdır. Assimiliyasiya olmazsa olmazdır bir ölkə üçün. Daha sonra oradan əskər çıxarmaq üçün təbii ki assimilasiya siyasətləri həyata keçirmək olduqca vacibdir. Assimilasiyanın bir hissəsini hazırda etdiyim, qalan digər hissəsini də birazdan edəcəm və assimilasiya işləməni tamamilə olaraq bitirmək istəyirəm. Bəli, assimilasiya bitdi hazırda və Gürcülərin assimiliyasiyası bitdi. İndi isə biz keçəcəyik təbii ki də bu iki ölkəni inşa etməyə çalışacağıq. Bu iki ölkəni inşa etmək olduqca vacibdir. Qoşunlarımızı hələ ki saxlayaq bu Tbilisidə. Qoşunlar ki qalsın burada bizə biraz lazım olacaqlar. Biz isə gəlin bu ölkələri işğal edək. Məncə bu qoşun bəsələr deyə fikirləşirəm bu ölkələrin işğalı üçün. Bunlarla da biraz söyüşündən danışaq. Hakaret edib onlara. Və indi isə müharibə elan etdik artıq. Müharibəyə görə artıq bu ölkənin biz işğalına reallaşdıra bilərik. Bəli, gördüyünüz kimi hücumlarımızı artıq etdik və çox qısa bir müddət ərzində bu ölkəndə işğal prosesini tamamlamış olacaq dediyim anda hələ ki etməmişik. İndi yəqin ki tamam olacaq. Bəli, indi artıq tamam olur və biz artıq bu ölkənin tamamilə olaraq işğalını bitirmiş olduq. İndi isə 3000 nəfərlik qoşun çəkirəm bura. Buradan da biraz qoşun saxlamaq lazımdır. Burada 121 nəfər məncə bəs eləyər deyə düşünürəm. Buranı müdafiə etmək üçün və digər dövlət olan bunlar əslində əlaqələrimiz yaxşıdır, amma əlaqələrin yaxşı olması bizə sərf etmir, çünki biz bu ölkəni işğal etmək istəyirik. Ona görə hücumlarımızı qurdu və indi isə bu ölkəyə qarşı da bir müharibə elan edəcəyik. Gəlin müharibə elan etdik. İndi isə hücumlarımızı reallaşdıraq gəlin bu ölkəyə qarşı. Burada qısa müddət ərzində işğal etmək lazımdır. Hələ ki işğal edə bilmədik. Növbəti hücumlarımızı reallaşdırmağa çalışırıq. 1800 nəfəri 2 qoşunu buranın üzərinə göndərdik və nəhayət ki bu ölkəndə artıq işğalını reallaşdırdıq. Artıq Qafqazlara tam olaraq hakim olmağa çalışırıq. Gördüyünüz kimi Qafqaz ölkələrində öz necə deyirlər, artıq hegemoniyamızı qurdu və Qafqazın böyük bir hissəsinin sahibiyik artıq. İndi bu ərazilərdə gəlin assimilasiya edək. Assimilasiya işlemlərini bitirək. Bəli, assimilasiyanı bitirdik. Gördüyünüz kimi artıq bu ölkələr bizim himayəmiz altından keçmiş olur. Ərazilərimizi bir xeyli böyütdük. Gördüyünüz kimi bir dənə burada Qafqazdakı ölkələrdən biri də Çerkesiya qaldı. Çerkesiya doğru hücum etməyə çalışacağıq birazdan, amma Çerkesiya bizə hər an təhlükə törədə biləcək bir ölkədir orada. Osmanlı ilə əlaqələrimiz yenə pisləşib. Yəqin ki Osmanlılara qarşı
əlaqələrin pisməsinin böyük ihtimalle səbəbi bizim ərazi işğal etməyimiz olub və bu heç Osmanlıların xoşuna gələn bir məqam olmayıb deyə fikirləşirəm. Biz həqiqətən dünyanın 3-cü ən böyük ölkəsiyik burada, amma bunu biraz daha artırmaq lazımdır. Osmanlılara qarşı bizim müttəfiq yığmamız lazımdır ki, onlara qarşı olası bir savaşda da bizə kömək edə bilsin bu ölkə. Baxıram ki, Osmanlının qonşuluğunda olan ölkələrdən birinə müttəfiq olmaq istəyirəm. Məsələn, burada Litva krallığı ilə əlaqəmiz pisdir, burada Krım xanlığı ilə əlaqəmiz o qədər yaxşı deyil. Ümumən baxdığımız zaman bizim bu ölkələrlə əlaqəmiz heç yaxşı deyil. Məsələn, burada Avstraliya var, bunlara mənfi 38-ə yaxın bir əlaqələrimiz var. Əslində bu ölkələr bizə hər an hücum edə bilərlər. Sonra məmlüklərlə mənfi 25-ə yaxın bir əlaqələrimiz var. Bu heç yaxşı bir xüsusiyyət deyil bizim üçün. İndi isə nə edirik? Biz burada bölümü bitiririk. İkinci bölüm gələcək. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.